Azərbaycanın baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli bu barədə Nazirlər Kabinetinə məlumat yayıb. Əli Əsədov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın baş nazirinə çatdırıb. İrakli Kabaxidze prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib. Onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib. Görüşdə 5-ci Tbilisi İpək Yolu forumunun əhəmiyyəti vurğulanıb. Azərbaycanla Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq əsasında hər tərəfli inkişafından məmnunluq ifadə olunub. Baş nazirlər iki ölkə arasında ticarət, iqtisadi, investisiya, nəqliyyat, tranzit, neft, qaz, yaşıl enerji, humanitar və digər istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələri nəzərdən keçiriblər.